Balıq vəd edilən və fitlə çağırılan delfinlər sirkin ulduzlarıdır. Gürültülü musiqi sədaları altında delfinlər həlqələr fırladır, rəqs edir. İndoneziyada qeyri-qanuni ticarət qurbanı olan bu delfinlər əsasən uşaqlar tərəfindən alqışlanır. Heyvanların müdafiəsi qrupunun lentə aldığı kadrlarda mərkəzi Cavadan olan bu şəxsin sirkdə çıxış edən hər delfindən $400 gəlir əldə etdiyini dediyi nümayiş etdirilir. Jakartada Heyvanlara Yardım Təşkilatının təsisçisi Femke Haas balıqçı olan bu şəxslə 2010-cu ildə tanış olduğunu deyir. O bizə açıqca bildirdi ki, səyyar şoular və delfinlərin saxlandığı mərkəzin sahibi balıqçılara onun vasitəsilə pul ödəyir. O isə bunun müqabilində benzin ala bilir. Sirk təşkilatçılarının bildirdiyinə görə, hökumət onlara tora düşən delfinləri xilas edib, təlimatçılıq məqsədi ilə istifadə edilməsinə icazə verib. Güclü, xlorlanmış kiçik hovuzlarda saxlanılan delfinlər bir ay saxlandıqdan sonra başqa kəndlərə aparılır. Lakin sirkin meneceri Romi delfinlərə yüksək səviyyədə qulluq edildiyini deyir. Biz heyvanlarla işləyirik və biz onlara özümüzdən də yaxşı qulluq edirik. Delfinlər kökləri kəsilməkdə olan bəzi sirk heyvanları arasında dəyərli hesab edilir. Bu axsaq susamuru heyvanların hansı şəraitdə yaşadıqlarına misaldır. Meşə Nazirliyində işləyən Agus Sutitonun delfinlərin səyyar sirklərdə çıxışına icazəsi var. O, delfinlərin qanunsuz şəkildə ovlandığı barədə məlumatı olmadığını desə də, bunun mümkün olduğunu deyir. Qeyri-qanuni ticarət dünyanın hər yerində var. Belə ticarətlər insanları hələ də özünə cəlb edir. Delfinlər İndoneziyada bu iki delfinin ehtiyac duyduğu uğur və müdafiə rəmzidir. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.